Əziz və hörmətli xalqım, dəyərli soydaşlarım, hörmətli Türkiyə xalqı, Birləşmiş Türkiyə, hər birinizə əsənliklər olsun, hər birinizə çoxlu əsənliklər göndərirəm. Dünyada vacib insanlıqdır, millətçilik, etnik, qərbin siyasətidir. Bugün bir video qarşıma çıxdı, Sadət Bəkir çıxış edir, Sadət Bəkirə birinci öz dərin təşəkkürümü bildirirəm, minnətdarlığımı bildirirəm ki, çox insanlara yardım edir və hətta mən bir-iki dəfə Sadət Bəkirin xeyirxah rəylərində yazırdım. Yəni, tanımırdım, sonradan bildim nədir. Əvvəl Türkiyədə bir şirkət sahibi, bir ssenar, nə bilim, film, yəni tanınmış bir ulduz kimi bilirdim. Sonradan izah edənlər oldu və baxdım videolarına. Demək olar ki, Sadət Bəkir Türkiyədə kasıb ailələrə, yoxsul ailələrə əl tutur, köməklik edir, istənilən körpələrin, çocukların, uşaqların demək olar ki, xəyallarını gerçək edir. Bunun üçün təşəkkür edirəm, minnətdaram. Hər bir Türkiyədə xeyirxah olan insanlara, yolu açıq olan insanlara özlərin təşəkkürümü, minnətdarımı bildirirəm. Fərqi yoxdur, Özbəkistanda olsun, Qırğızstanda olsun, Cənubi Azərbaycanda olsun, Güney Türkistanda olsun, Şərqi Türkistanda, Uyğuristanda olsun. Dünyanın nərəsində olursa olsun ki, insanlıq tam başqa şeydir. İnsanlıq dünya tarazlığı kimidir. İnsanlıq dünyadan böyük bir günəşdir, ulduzdur, aydır, torpaqdır, sudur, havadır. İnsanlıq bu deməkdir. Bəşəriyyət deməkdir, kainat deməkdir, təbiət deməkdir, ekologiya deməkdir, insanlıq rahat oksigen almaq deməkdir. Əziz xalqım, dəyərli soydaşlarım, Sadət Bəkirə buradan bir insani olaraq, bir Azərbaycan vətəndaşı olaraq deyirəm ki, Sadət Bəkir, siyasət tam başqadır. Yəni, sizin düşündüyünüz kimi deyil. Siyasət zəncirvarı dünyada və coğrafi baxımda, coğrafiyanı əhatə edən bir insan yaşayışı canlılarını içərisində ən böyük rol oynayan bir bağlantı və həm qırğın yaradır, həm də sakitləşdirə bilir. Yəni, siyasət çox iyrənc bir məsələdir. Bu dərin savaşlara baxanda. Siyasət ən dərin, yəni, baxanda çox kötüyə gedən bir yoldur. Amma hər insan da o siyasətdən anlaya bilmir, baş çıxarda bilməz belə desə. Siz deyirsiniz